Hörmətli izləyicilərimiz, əziz şagirdlərimiz, mən Vüsal Kəlbəcəri bu günlərim gözəl bir ailənin Kəlbəcəri ziyalısının bir evində qonağıq və gözəl bir müəllimənin qonağıyıq. Mingəçevir şəhərindəyik. Mingəçevir şəhərində təbiət humanitar riyaziyyat təmayüllü liseyin qabaqcıl, nümunəvi və təqaüdlü olan müəllimi, şagirdlər və müəllimlər tərəfindən sevilən bir müəllimi sizlərə təqdim etmək istəyirəm. Mənim adınız, soyadınız? Bekirova Melek, Bekir qızı. Çox gözəl. Mələk müəllim, neçə il təhsil sahəsində çalışmısınız? 48 il. Hansı fən tədris eləmisiniz? İngilis dili. Ay maşallah, çox gözəl. Biz sizi ki müəllimlərlə fəxr edirik, qürur duyuruq. O gün olsun ki, inşallah sizin nəvələriniz də sizi ki vətənimizin dəyərli vətəndaşı olsun. Bu qədər ixtisasların içində siz nəyə görə ingilis dili fəni tədris elədiniz? Doğrusunu desəm, əvvəl həkim olmaq istəmişəm. Sadəcə rəhmətli atamın arzusu ilə, yəni mən xarici dil müəllimliyi seçmişəm. Çox gözəl. Və Allah rəhmət eləsin və biz bu günlərim müəllimənin 67 yaşı var, amma maşallah 50 yaşında xanım oxşayır, gözəl xanımdır, gözəl anamızdır və arzu edirik ki, müəllimi 70, 80, 90, 100 yaş olsun. Bizim əməkdaşlar gələk yenə də belə gözəl olsun, müsabiqə götürək inşallah. Allah ömür versin. Çox sağ olun. Bugün 2025-ci il, demək 14 noyabr tarixidir. Nə arzuluyorsunuz nəvələrinizə, nəticələrinizə gələcəkdə nə arzuluyorsunuz? Mən tək nəvələrimə yox, onların timsalında bütün gənclərimizə vətənə layiqli övlad olmaqlarını arzulayıram. Arzulayıram ki, onlar yəni tutduqları vəzifələrində, peşələrində həmişə yəni öz vəzifələrini, öz sənətlərini layiqincə yerinə yetirsinlər. Yəni vətənin bu azad ölkəmizdə bizim möhtərəm prezidentimizin uzaq görən siyasət nəticəsində əldə etdiyimiz bu qələbəni onlar gələcək nəsillərə qədər aparsınlar. İnşallah. Onlar heç vaxt yəni bu vətənin heç bir qarış torpağını da düşmənə verməsinlər. Amin. Çox sağ olun. Biz də Çağdaş Təhsil komandası olaraq sizi kimi insanlarla fəxr edirik, qürur duyuruq. Allah təala sizə uzun ömür versin. Çox sağ olun. Çox sağ olun. Mən Vüsal Kəlbəcəridə bu müəlliməyə arzumuz oldu. Özdə hörmətli izləyicilərim, bunu da deyim, yadımdan çıxdı. 2018-ci ildə, 2017-ci ildə biz müəllimin nəvəsini də işlandırmışıq. Yəni Çağdaş Təhsili o vaxtdan tanıyırlar. Biz 2007-ci ildə fəaliyyət göstəririk, amma 2017-2018 pandemiyadan əvvəl müəllimin nəvəsini də işlandırmışıq. İndi həmin nəvə neçədə oxuyur? İndi artıq böyük qutardı. Qutardı, değil mi? Aliyyətə qəbul olub mu? Yəni o başqa sənət üzrə gedəcək. Sənət üzrə, inşallah. Allah ömür versin. Çağdaş Təhsil komandası olaraq dərin təşəkkür edirəm. Çox sağ olun, minnətdarım. Sağ olun.